və əziz həqiqətən də YouTube tamaşaçılar və onların çoxsu deməli çəkilir. 2 nömrə orada Avropa Atletika gedir, çox gözəl. Axırıncı çapar yarışını bayaqdan hansı ki mən o zaldaydım, o çəkilişləri eləyəndə atlar hazırlanırdı. Qabaqda bir nəfər yıxılıbmışdı, getdi, 3-4 nəfər. Qalib gəlindi, aşağıda heyətdə şəhidləridir, bütün bu heyət. 9 may günündən həsr olunmuşdu. Yarış qalibləridir, priz gəlinir. Təbrik eləmək olar, burada rəylər bizi gözləyirik, həqiqətən də çox gözəldir. Hava bir balaca hələ indi sağdan, hava da yumşalır. Hər yerdən tamaşaçılar var, televiziya kanalları üçün çəkiliş olunur. Orada mükafatlar gözlənilir, qalibin yaxınları və həm də bu təqdimat ki, atçılığa meyl edin. Videomuzda biz özümüz atçılarla məşğul olanlar, atçılığı sevənləri burada oturmuşuq. Ən azından ata tamaşa eləməyi sevənlər, müxtəlif atçılıq növləri var burada. Və yuxarı, aşağı, yuxarı zamanda çövkan, daha doğrusu çövkan yox, polonun yarışı da arxa hissədə çövkan gedir. Mükafatlandırma da ailə üzvləri digər şəkillər çəkilir. Belə hissələri, belə şeyləri təqdim eləmək lazım həyati hallarda. Nəinki ziyanlı təqdim eləmək, təşviq eləmək lazımdır. Atçılığa gəlmək üçün atçılığın müxtəlif ən az ət həvəskarları, ən az yerli bölgədə, Azərbaycan bölgələrində məşğul olanlar bilməlidirlər ki, yəni at çox xeyirlidir hər mənada, həm duyğu baxımından, həm bütün psixologiya terapiyadır və ən lazım olan istər qıza, istər oğlana ən faydalıdır. 5 yaşından əslində məşğul olmaq olar, hətta poliləri. Orada yığışdırıldı artıq zallar, bu axırancada ekranda göstərilir. Möhtəşəm gündə istirahətdir. Yəni insan hissə baxmayın ki, ay pulumuz var, özündə bizdə misal üçün gəlməliydi, ailə heç gəlmədi. Türkan atçılığına atlar bayaqları yarışda qalib gəldi. Hansı ki, bax orada əməkdaşlardan, tanışlarla gəlinir. Və tamaşaçımız da xeyli var idi, hər yerdən gəlinib. Rəylərimizi yazmağı. Bəlkə də indi burada baxanlar indi görəcək ki, və ayda bizi çəkiblər, göstəriblər zalda. Yəni onlar da hamısına at sevərləri salamlayırıq. Təmiz qəlbli, xeyirxah, insaniyyəti olmaq lazım. Bunları təşviq eləmək tək diman deyil. Əslində bütün canlıları, biologiyanı sevmək lazım insanlara. Hər bir hüceyrədən tutmuş hamısına diqqətli, qayğıkeş olmaq lazımdır. Rəylərimizi yazın. Qələbə günü 9 may möhtəşəm atçılıqdan hamıya uğurlar. Özəl gün xoş diləyi ilə bu sahənin arası göstərəm. Burada əladır. Və CBC və İdman kanallarında digərlərin çəkilişlər və atçılamalı jurnallarda göstərilir. Montajsız birbaşa təmiz çəkilişdir. Atlar artıq getdi və yarış tamamlandı.